Beşinci element axtarışında aləmi bir-birinə vuran od, su, hava və torpaq məhz onun axtarışındadır. Xanımlar və cənablar, qarşılayın. Ay Rəhman, digər işə başlayaq da, hamı səni gözləyir. Sən dərgi cibindən çıxar. Heç kəs işləmək istəmir ya. Uşaqlar kim odur? Diqqətli və su qədər saf Ranar Musayev. Gəl Ranar, gəl, mənim əlim gətir. Bağladım. Şimdi bir çıxıb qaldı əlim. Kəmilə xanım, gəl buraya imza atar bizdən. Adınız? Rəhman. Rəhmana. Sularla. Buyurun. Kəmilə xanım, ta belə qol çəkdiniz. Ta belə. Tələbkar və ot kimi istiqanlı Kamilə Babayeva. Ta bizət bilmirəm, elə mənim fanatım idi. Cavan oğlan! Hə Ranar? Hə. Qurban deyə sənə. Nə danışırsan? Sanki bilsən mən səni necə çox istəyirəm. Ürəksən, ürək. Sənə mələməmiş quzu kəsərəm. Hə. Yox, nə danışırsan? Qaqaşımsan. Yaxşı da, gəl, gəl. Davay, gözləyirik, gəl. Ciddi və hava kimi dəyişkən Hüsniyə Məhərrəmova. Ümumiyyətlə təvazökarlıqdan uzaq olsa da bir şey qeyd eləməliyəm ki, bu layihənin ən güclü aparıcısı özüməm. Az yaxşı. Müasir və torpaq kimi səbirli Rüfət Ağayev. Zarafat deyil, dünən 8-ci mərtəbəyə piyaninə özüm qaldırmışam. Yəni onu deyirəm. Nəysə. Vallahi mənada demirdim. Bir, iki, üç, dörd, beşinci element başladı. Hər vaxtınız xeyir olsun. Öz sözünü demiş, tanınan, sevilən, seçilən, öz işləri ilə imza atmağı bacarmış insanlarla və onların təcrübələri ilə daha yaxından tanış olmaq istəyirsinizsə, onda 5-ci elementdəsiz. Bizə tez-tez sual ünvanlayırlar ki, sizin verilişiniz nə haqdadır, nəyi təbliğ edirsiniz, deyin. Verilişimiz insanlar öz peşələrinin, öz sahələrinin ən layiqli nümayəndələridir. Qapalı hesab edilən Qaliblər Klubunun qapısını bugün biz sizə açacağıq. Kim bu klubda fırlanır, burada nələr baş verir və həmin klubun üzvü olmaq üçün nələr tələb olunur? Bax, bütün bunları verilişimizdə bugün aydınlıq gətirəcəyik. Bugün də növbəti qonağımız olacaq. Birlikdə onun 5-ci elementini çözməyə çalışacağıq. Amma həmişə olduğu kimi, hər verilişdə qonağı dəvət eləməzdən öncə ondan soruşuruq. Səni necə qarşılayaq? Əslində, bugünkü qonağımızın tələbləri hədsiz dərəcədə asandır, amma balaca ammamız olmasaydı. Ranar, gəl bura, söhbət var. Nə olur? Qonağımız Elnur Məmmədlidir. Amma problem var. Nə? Büdcəni düzgün paylaşdırmadıq deyə. İndi pul çatmır ki, onun rayderini yerinə yetir. Bəs nə? Amma çox şey istəmir. Meyvə lazımdır. İdeya gəldi ağlıma. Sən yaxşısan belə şeylərdir. Bəlkə bazara gedib pulsuz meyvə yığasan, heç kim sənə imtina eləməz. Gedək.
Havayı verəcəklərsə get. Verərlər. Yox, mənim üçün problem deyil. Məncə verəcəklər. Onda vaxt itirməyək. Yaxşı, gəlin sumkamı götürüm. Mən qaçdım. Səbət də götür, səbət. Yaxşı. Yekəsindən bizə də gətirərsən evə. Mən amma bilirsiniz nə fikirləşirəm? Nə? Bu Elnur idmançı adamdır. Üzü mənim belə qonaqlarla belə də bəxtim gətirmir. Yenə əsəbləşdirib eləyərəm kimsə sualın xoşuna gəlməz. Döyüb eləyərik. Hə? Vurar. Ağla batan söhbət. Niye? Özüme öyle korkmam. Biraz 1-2 gram muskulum var. Yaxşı da Rüfət, sən də olur vallahi qoy bir qırağa. Şeydir. Bəlkə bir dənə məşqçi çağıraq, gəlsin bizə fənləri öyrətsin. Necə özümüzü müdafiə eləyək ondan. Zor. Davay. Əla ideya. Əla. Bilirsiniz də, qonağımız Olimpiya çempionudur. Suallarınız iti ola bilər. Hərəkətləriniz ondan da iti olmalıdır. Aydındırmı? İlk öncədən əlini çıxart cibindən, düz yanınızda ötədə. Birinci növbədə siz yaxınlaşdınız bura. Bəli. Get uğurlar. Bu vəziyyətdə işləyirik. Birinci növbədə sərbəst olmaq lazım, sıxmaq lazım deyil. Bu əlimi qaldırsam bura. Elnur, mən vallahi elə demək istəmirdim. Elnur elə demirdim. Vallahi başqa şey deyil. Bu vəziyyətdə Elnur, düz başa qurban ol bağışla. Fikir verin. Qurban ol. İkinci idmançımız Rüfət, yaxınlaşdan yanıma. Rüfət demək, bu vəziyyətdə yenə də həmənki kimi judo stoykasında bu vəziyyətdə əlbi qaldırırsan. Çiynimə qoyursun ki, pasta ilə dartmaqlardır. Bu vəziyyətdə bax fikir verin. Yığdı, bax fikir verin. Bu vəziyyətdə qaldırırıq. Aydın mı? Bax fikir verin, bu çiyin, bu göbək hissədə olmalıdır. Yenə də göstərir. Getdi buna işlədi. Aydın mı? Bu vəziyyətdə vuruq yerə. Üstünə yaxınlaşıldı. Bırak, lisənli. Üstünə biz nəyə işləyəcək? Ən əsasında əlini qaldırıb bayaq kimi. Çünki biz sırf judoya qarşı bu elementləri eləmək lazımdır. Bu əli qaldırıb. Bu vəziyyətdə bax fikir verin. Bu əl getdi. Bu buradan işləyirik. Bu dirsəkdən çiyin bərabərliyinə əl sına bilər. Yaxınlaşırıq. Çünki əsasən judoda dartmalar gedir. Bax fikir verin. Getdi. Fikir verin, baba, bu vəziyyətdə getdi uşaqlar. Aydınmı? İndi işləyirik. İndi bu əl bu vəziyyətdə, indi o əks fəndi mən öyrətdiyimi siz işləyirsiniz. İşte. Sağ İndi biz Elnur'a istənilən sualı verə bilərik, ya? O, siz peşəvinizə istədiyiniz sualı verə bilərsiniz, istədiyiniz cavabı ala bilərsiniz. O öz işinizdir. Mənim nə sualınız var, yenə də nədən qaranlıq qaldısa aydınlığını gətirə bilərəm. Çok sağ ol müəllim. Bəs birdən çox qorxsaq qaça bilərik? Qaçmaq acizlikdir. Əslində qaçmaq lazım deyil. Döyülsən də sözünü demək lazımdır. Fərq eləməz, kim olur olsun. 5-ci element. Döyüşə hazırsınız? Hazırım. Uğurlar sizə. Biz olan yerdə heç bir problem yoxdur. Çətinlikləri aradan qaldırdıq, indi isə qonağın gəlişinə tam hazırıq. Qonağımız Olimpiya çempionu Elnur Məmmədlidir. Rayderində təbii meyvələr və şirniyyat tələb edən idmançı sağlam həyat tərzini təbliğ edir. Studiyaya bir neçə andan sonra daxil olacaq və Allah eləməsin, xətrinə deyən söz deyək. Özünüz bildiniz də. Xoş gəlmisən Elnur. Sağ ol, çox sağ ol. Necəsiz? Sizləri görəndə başı super oluram. Aha. Siz əslində çox təvazökar insansınız, bunu biz bilirik və özünüz haqqında çox da danışmağı sevmədiyinizdən, amma bilirik ki, danışdıqlarınız da çox olacaq. Amma biz bir rubrikamız var, bunu da ki qoymuşuq Rüfətin boyundan. Google-dan bir dəqiqə ərzində sizin haqqınızda ən maraqlı məqamları söyləyəcək. Belə ki, uşaqlar, vaxt getsin. Vaxt getdi.
Elnur Çingizoğlu Məmmədli iyunun 29-u 1988-ci ildə doğulub. Azərbaycanlı judoçu 2008-ci ilin Olimpiya çempionu, 2007-ci ilin dünya çempionatının bürünc medalçısı, 2 dəfə Avropa çempionu adı qazanıb 2006 və 2011-ci illərdə. Elnur Məmmədlinin birinci olimpiyadası Pekində keçirilən 2008-ci ilin yay olimpiyadası oldu. Finala qədər Elnur 4 döyüş keçirib və hamısında da vaxtından əvvəl qələbə qazanıb. Finalda isə 13-cü saniyədə Cənubi Koreyadan olan judoçu dünya çempionu Ki Jun-wona qalib gəlib. Baxmayaraq ki, bu döyüşdən əvvəl 2007-ci ildə dünya çempionatının finalında Elnur Ki Jun-wona uduzmuşdu. Dünya judoçuları Elnuru yırtıcı adlandırırlar. Ömrünü idmana həsr eləmiş dünyaca məşhur judoçular etiraf edirlər ki, Elnur Məmmədli hamıdan seçilirdi. O döyüş zamanı tək gücü ilə yox, həm də psixoloji baxımdan təsir eləyirdi. Hətta onun korpuslu döyüş və sıçramalarına heç sıçramalarına heç kim müqavimət göstərə bilmədiyini... İki dəfə məşq eləmişəm onu eləyincə, amma ki heç məşq eləyəndə bu problemlə üzləşmədik. Orada 4-5. Dəqiqə tamam oldu. Çox çətin olsa da mən bunu bacardım və Elnur burada bir şey mənim diqqətimi çəkdi, bir cümlə ki, döyüş zamanı təkcə güc ilə yox, həm də psixoloji baxımdan təsir edirsən. Səndən böyük xahişi var. Bugün ancaq ikinci metodu istifadə edirsən bizimlə söhbət zamanı. Ancaq psixoloji təsir. Və başlayaq. İlk sualım o olacaq ki, bax Google-dan oxudu. Kifayət qədər yığmışdı məlumat. Bir dəqiqənin içində çalışdı onları söyləsin. Nə qaldı Google-dan kənarda? Nəyə çatmadı? Təbii bu Olimpiya oyunlarında 4 ya 5 satka idi orada. Səhvimiz var idi. Aha, qeyd eləm. Bir dəqiqə. Sənə 1-2. Mənlik bir şey yoxdur, hamısı internetin səhvidir. Və əlavə eləyərdi ki, Judo Federasiyasının vitse-prezidentisən. Elə Rüfətin sözünü belə dəstəkləyərək deyim ki, bax dedi ki, Judo Federasiyasının vitse-prezidentisiniz. Mənim də çoxlu sayda dostlarım var ki, həddindən artıq çox istedadlı insanlar idi. Müxtəlif sahələrdə kimsə yaradıcı baxımlar, rejissorlar və s. və ilaxır. Bir çoxları onlar müəyyən bir uğurdan sonra vəzifəyə getdilər. Və o istedad elə bil ki, yox oldu. Bilmirəm o kresloda, o qazanan daha çox pulda, o vəzifədə nə var ki, onlar gördüyü işi artıq o yüksək səviyyədə edə bilmirlər. Sizdə elə bir şey yoxdur ki? Valla insanların psixologiyası hər an öz bir cürə olur. Təbii ki, mən judosuz belə deyək də, judo mənim üçün hər şeydir. Amma yarışmalara artıq qatılmır. Təbii ki, onun da bir səbəbi var ki, mən 4 dəfə əməliyyat olmuşam dizimdən də, o böyük bir problemlər yaşandı. Ona görə mən idman atdım. Təbii ki, mən cavan idim da, cavan yaşında mən elə... İndi sizə nə gəlib ki, maşallah? Yox, idmandan gedir də söhbət. Həyatda cavan idmanda zədələr... Həm də idmanda axı müəyyən vaxtı olur ki, ən peşəkar idmançı, istər üzgüçü olsun, judoçu olsun, döyüşçü olsun, nə olsun, bütün hər bir idmanın müəyyən vaxtı var ki, ondan sonra artıq peşəkar olaraq, professional olaraq yarışa bilmirlər. Judoda var elə bir yaş həddi. Təbii ki... Deyim də deyəsən var ki, belə ki, hər bir idmançı idmana gələndə bilməlidir ki, 30 yaşından artıq təqaüdə çıxmalıdır. Mən 30 idmançılar bilirəm ki, 34 yaşında Olimpiya çempionu olub, yəni 35 yaşında Olimpiya çempionu olub. Bu, insanın zədələrindən asılıdır. Əgər imkan verirsə, yəni ki, sənə sağlamlığın, niyə də yox? Mən sizə bir adam göstərirəm ki, düzdür, veteranlardan da 60 yaşı və bu judo güləşir. Veteran da bu insan. Mənə elə gəlir ki, o judonun spesifikasıdır. İndiyənə qədər judo tarixində, judo yaranandan 2012-ci il Olimpiya oyunlarına qədər mənim kimi Olimpiya oyunlarını udan olmayıb. Və bağlanışda 2008-ci ildə, bilməm sizin yadınızdadır, 3 dənə adamın böyük bir şəkili var idi, böyük bir nəhəng stadionda, Pekində. Bir şəkil qaçıcı Hüseyin Bolt idi və bir üzgüçü Felix Amerikanlı idi. Və bir də Azərbaycanda Elnur Məmmədlinin şəkli idi orada. Nə gözəl. Amma bir şey söyleyeyim, o ciddi və gərgin qalibiyyətin içində hər halda sizin həyata baxışlarınız da məndə belə, tək məndə yox, mənə görə hamımızda belə bir təəssürat yarandı ki, pozitiv olduğunuzdan maraqlı bir fişqa da etməyi bacardınız və onunla da sanki möhürünüzü vurdunuz. O necə oldu? Yəni o anda qalibiyyətin tam o saniyəsində həyəcan içində necə ağlınıza gəldi? İdmançılar başında mən ümumiyyətlə uşaqlıqdan idmana bağlı adamam. Yəni adam var ki, bu idmanda sluçan olur. Adam var ki, doğrudan da sırf bunun işi sənəti idmandır da.
Və uşaqlarda baxırdım, gördüm ki, müəyyən belə tanınmış idmançılar bir cürə brend kimi tanınırlar da. Aha. Üstündən bir neçə ildə keçsə, 10 ildə, 15 ildə, 20 ildə keçsə, həmin idmançını deyəndə znakı ilə zadını bilinirdi ki, hə, o idmançıdır. Ha, deməli bu düşünülmüş brend. Bəli, həm mən İşarəsi. fikirləşirdim ki, hə də bunun ilə Niyyətin ora, mənzilin ora. Yəni siz artıq uşaqlıqdan həmin hədəfinizi qoymuşdunuz ki, mən çempion olacağam və məni bütün dünya tanıyacaq və mənim də bax belə bir fişkam olacaq. təbii ki, bu idmanda düzdür, çox çətinliklər vardı. Mənim mamam həmişə turda əliflər idmana aparırdı. Ağlayırdı ki, o istəmirəm idmanı. Nəm də bütün xaricdə yarışlara da tək göndərirdi məni. Nəm poyuzla da olsun, nə bilim avtobusla da olsun. Deyirdi, baba, məni oğlayacaqlar. Səfərim var. Yoxa getməlisən sən. Bəs niyə mamanız elə eləyir də? Ruslarda da belə deyim var ki, deyirlər, sila есть, ума не надо. Və çox hesab edirlər ki, idmançıdırsa güclə hər şeyə nail olacaq da, ağılı neynir ki? Bu sizin xətrinizə dəymir ki? Hər bir adamla, hər bir sahədə mən özümə cavabdeyəm ki, hazıram danışmağa, istəyir savadlı olsun, istəyir mahnılı olsun, hər bir, necə, yəni, bilirsiniz, bu Olimpiya çempionu düzdür, siz düz qeyd edirsiniz ki, deyirlər ki, bu çempionların, belə deyək də, savadı zəif olur. Amma bu nətər ola bilər ki, bu çempion savadı olmazsa? Çempionlardan yox, Ümumiyyətlə də, idmançılardan. Professional idmançıdan gəlirsə, yəni ki, bunun ağlı varsa bu çempiondur. Əslində bu sualdan incimək olardı, amma əminəm ki, Elnur bu fikri çox tez-tez eşidib, amma çox normal qarşıladı, heç incimədi, heç acığına da gəlmədi, izahını da verdi. Hətta Amerikalı boksçu, çox məşhur boksçu, Məhəmməd Əli demişdi ki, öküz güclü olur, amma matador ondan ağıllıdır. Yəni ki, siz Çox gözəl. Rüfət, bunlar necə hazırlaşır gəliblər? bir dəqiqə, mane olmuyor. Bunlar təxribat yaradır burada. Amma biz gedək. Sadəcə mən də idmançı olmuşam, nə vaxt ona görə bilirəm. Olimpiya çempionu olarkən siz hansından istifadə elədiniz? Yəni gücdən ya ağıldan? Yəni ki, hansı idi? Hansı faktor məhz sizin qalibiyyətinizə? O hamısı kompleks olmalıdır. Yəni ağlın varsa, gücün yoxsa sən uda bilməzsən. Ya gücün varsa, ağlın yoxsa yenə də uda bilməzsən. Bilmirəm, idmançılarla nə haqda danışmaq olar idmandan başqa da, onlarla biraz danışmaq çətindir. Baxaq görək də Elnurla necə olacaq. İdmanda ağıl çox böyük rol oynayır. Çünki bədən insanın, belə deyək də, yeməyindən tutmur, özünə fikir vermir. İdmançı var ki, məşqdən çıxır ayaqlarının xəstələnib, bu ağılsızlıqdır da. Ağıl bu nə üçündür? Ağıl ancaq kitab oxumaq üçündür. Düzdür, bu deyim əslində, hə, ona görə yaranıb ki, daha çox uşaqları idmana yönəldirlər, dərsə getməyə bəzən vaxt olmur, olanda da hazırlaşmağa vaxt olmur. Amma əminəm ki, bütün bu deyimin... O elə idmançıdır, amma idmançının gücündən əlavə ağlı olmasa heç vaxt çempion ola bilməz. Orasıdır. Ümumiyyətlə, hər bir sahəyə məncə bu aiddir. Və biz hazırda istəyirik ki, balaca bir test keçirək. Test elə Elnur Məmmədin özü haqqındadır. Hazırda biz reklamlara ayrılırıq, əziz dostlar. Dərhal sonra söhbətimizi saxladığımız yerdən davam etdirəcəyik. Biz hazırda istəyirik ki, balaca bir test keçirək. Test elə Elnur Məmmədin özü haqqındadır. Amma mənə elə gəlir, Kama, sən yaxşısan belə işlərdə, bu eynək də yaraşarsan, hə? Dur, bizi biraz sual-cavab elə. Oyunumuz nədən ibarətdir, Elnur? Kama bizə suallar ünvanlayır, Ranar, mən Hüsniyə özümüzdən cavablar veririk. Sən üçümüzdən biri ilə razılaşa bilərsən və yaxud da qeyd razılaşmayıb öz cavabını əlavə eləyə bilərsən. Əlavə eləyə bilərsən. Mən baxır, Ranar niyə mənə baxır ki, məni seçdə? Mən buram da buram. Bəli, bəli. Oy, Kama, sən nə gözəlləşdin. Lap müəllimləri oxşadın. Mən elə müəlliməm. Sizin hamınızın müəllimi. Bəlkə dəyişək yerlərinizi. Niyə? Döyüşək də, istəyirsən döyüşək. Dəyişək. Belə daha iyi olur. Belə mən keçim bu tərəfə, sən bu tərəfə. Aha, o Çünki sən burada müəlliməsən, biz sənin şagirdlərin. Siz də mənim şagirdlərim. Elnur Məmmədlinin ilk qazancı nə qədər olub? Variant A, sizə nə var? 50 manat. B. 10 manat. İlkdir də ona görə. Uşaqlar dedilər, indi sizin Mən birinci variantı seçərdim ki, sizə də var. Çox sağ olun. Çox sağ olun. Elnur Məmmədlinin Pekindəki qələbəsindən dərhal sonra telefon vasitəsilə ona zəng edən ilk insan kim olub? Hüsniyə? Anası. Rüfət? Sinif yoldaşım. Ranar? Qurban olaram nənələrə, nənəsi. Aha, Elnur? Təbii ki, birinci anam
təbrik elədim. Elnur Məmmədlinin hansı idmançımızla daha yaxın dostluq münasibətləri var? Ranar, Fərid Mənsurov. Rüfət, Eduard Məmmədov. Hüsniyə, Mən idmançı qalmadıq. Mən onları biraz yaxşı tanımıram. Rəşad Sadıqov. Elnur. Təbii ki, mənim idmançılardan hamısı dostumdur, ən yaxın dostum Fərid Mansurovdur. Elnur Məmmədli hansı məşhur filmin qəhrəmanı olmaq istərdi? Hüsniyə, Rambo. Rüfət, Rocky. Ranar, Bogatый тоже плачет. Elnur. Təbii ki, mən uşaqlardan həmişə Jackie Chan-a baxmışam, amma Jackie Chan istəyirəm. Elnur Məmmədli öz pullarını xeyriyyə məqsədi ilə hara sərf edərdi? Onlar öz fikrini desinlər. 100 dənə kimono alıb paylayardı metronun qabağında. Aha, Rüfət, Akademiya açardı. Ranar, Sual nə idi? ay Allahım, Elnur Məmmədli öz pullarını xeyriyyə məqsədi ilə hara xərcləyərdi? Qoy mən primitiv olum. Uşaqlar evinə. Elnur, Təbii ki, mən judo məktəbi, akademiyası açardım və bütün Azərbaycanda yeniyetmə idmançıları bəlkə gələcək. Mən də qalib gələrdim. Elnur Məmmədli Bakının meri seçilsəydi, ilk etdiyi iş nə olardı? Ranar, Tramvayları qaytarardı. Rüfət, Bakının küçələrində ödənişsiz parking olunan zonalarda o nəzarətçiləri yığışdırardı. ay bu. Çörək verən adam deyil. Yox. Şəhərimizin fontanlarının yerində öz heykəlini quraşdırardı. Olar mən cavabımı dəyişeyim, xahiş eləyirəm. Deyiş, dostumsan da. Məncə bilirsiniz neyniyərdi? O qoyunları kəsirlər yolun qırağında və yaxud da dünən məsəl üçün şahid olmuşdum ki, bir qoyun üstünə silikon vurdular, başladılar quyruğun yerinə bant düzəltdilər, bant sallandı, ayağına ayaqqabı tikdilər, azmışmış, hələ ora göz muncuğu silikonla yapışdırdılar. Qoyun yazıq belə qalmışdı, bilmirdi neynəsin. Məncə bunu yığışdırardı Elnur. Elnur sizin variantınız. Valla bugünkü günüm Hacıbala müəllim öz yerindədir, yaxşı da işləyir. Bütün işləri Hacıbala müəllim görüb də, yəni mənə iş qalmıyor. Elnur Məmmədli hazırda neçə kiloqramdır Hüsniyə? Neçə verərsiniz, hə? 80. 72. Ranar, Məncə çempion onda 83 idi. O vaxtdan sonra kökəldi, oldu hardasa 88 yəqin ki. İndi deyərdim 79-80. 80. Mən hardasa indi hal-hazır 90 kilogram. Heç bilmirəm. Ən yaxın kim idi? Cırğalsız. Amma mən deyim ki, çox arıq görsənir. Yəni heç vaxt deməzsən ki. Bizə qarlı Hüsniyə qalib gəlir. Elnur Məmmədli hansı metrostansiyaya yaxın yaşayır? Hüsniyə, Əhmədli tərəfə yaxın olan metro. Rüfət, Koroğlu metrosu. Ranar, Elmlər Akademiyası. aha, Elnur, Xətayda qalıram mən. Xətay metrosu. Xətay, heç kim tapa bilmədi. Mən niyə Əhmədli tərəfə yaxındır? Əhmədli haradır? Qara şəhərdir, keçmiş indi ağ şəhər. Center uşağıyam, center. 5-ci elementə gələrkən Elnur Məmmədli nə düşünürdü? Ranar, Ayla, mən ora nəyə gedirəm? Rüfət, Peki, evə qayıdın. Hüsniyə, Hüsniyə var ya, o mənə pis sual verəcək, 100%. Elnur, Sözü düzgün deyib evə qayıtmaq istəyirdim mən. Nəyə görə ki? salam. Nə vaxtsan? Səbəbi olmalıdır. Səbəb mən biraz həmişə ehtiyat eləmişəm bu televizorda, bu verilişlərdən. Ona görürəm ki, Baxmışdınız siz bizim verilişə. dünənləri brilyant Nəyi aldım. bəyənmədiniz? Niyə, super. Qalibimiz 3-2 hesabı ilə Ranardı və Hüsniyyəyə qalib gəldi. Wow! Rüfət ümumiyyətlə 0 xal topladı. Elə belə. Bəs mənim hədiyyəm nə olacaq? O Elnurdan istə. Bizdən niyə istəyirsən? Like bir dənə Like. Elnurdan. Oba, sənə. Gəldi. Like. Ay, mənim üçün Elnur like etdi. Gördün, nə yapsa? Uyğurun düsturundan danışarkən Elnur Məmmədlidən soruşmaq istəyirəm ki, ümumiyyətlə olimpiyadadan çempion olduqdan əvvəl biz əlbəttə ki tanımırdıq. Bütün Azərbaycan amma çempion olduqdan sonra tanıdı Elnur Məmmədlini. Ondan öncə nə işlə məşğul idi? Həyat nə dərəcədə dəyişdi sizin üçün kardinal şəkildə? O
Mən bütün günü məşq edirdim. Yəni fikrim o idi ki, 2008-ci ildə Olimpiya oyunlarından vəsiqə qazanmaq. 2004-cü ildə mən yeniyetmələrin Avropa çempionu oldum. 2005-2006-cı ildə Avropa çempionu böyüklərdə, 2007-də dünyada ikinci oldum Braziliyada. Və bütün Grand Chelem, Grand Prix yarışlarında həm qalib oldum, mükafat oldum ki, və 2008-ci ildə Olimpiya oyunlarına vəsiqə qazandım və ondan da əlavə mən dünya reytinqində birdə gedirdim mən. Və 2008-ci ildə mən Olimpiya çempionu oldum və 2009-cu ildə bir səs vermə oldu ki, dünyanın ən güclü idmançısını məni seçdilər. Yəni mənə bir nəhəng deyərək gəlib evdən oğrayarlar, bir qızıl verdilər mənə, belə də, belə. Nə idi o? Nəhəng qızıl. Bilirlər, indi harada yaşayırsınız, təxmini. Təxminən. Əhmədli Petros. Əhmədlidə qalır dərsdə. Bəs həyat tərzində nə dəyişdi? Çevrədə nə dəyişdi? Qohumların sayı arta bilər. Məncə hər şey dəyişdi. Yox, mənim dostlarım, həmin dostlarım indiyənə qədər yanımdadır. Təbii ki, Olimpiya oyunlarından sonra tanımadığım adamları tanıdım. İndi də doğrudan da necə ki, onlar mənlə fəxr edirsə, mən də hələ fəxr edirəm ki, onlarla ki, mənim hələ bir dostlarım var. Show biznesdən də çoxlu dostlar var. Onlar çempionluqdan qabaq tanış idiniz, yoxsa sonra bu baş verir? Yox, tanış idim. Çempionluqdan qabaq tanıdıqlarım da var idi. Çempionluqdan sonra tanıdıqlarım da var idi. Yəni, bu demək deyir ki, çempion oldum, onlar məni tanıdı çempionluğa görə. Yox, əsla. Yəni ki, bir-birimizə hörmət eləmişik, bir-birimizin fikirləri üst-üstə gəlibsə, inansız, o ildən sonra bir adamla tanış olsa motiv edir ki, o ildən sonra. Əsas odur ki, fikirlər, ürək təmiz və bir-birinin, belə deyək də, təmizlikdir. Əsas odur ki, təmizlik, şəffaflıqdır. Deyirdilər ki, Elnur Pekindən qayıdandan sonra ona 5-6 dənə Hammer bağışlamışlar. Ki, hələ 5-6 dənə Hammer çox deyilmi? 5-6 dənə Hammer olmamışdı. Hammer deyildi, Ferrari idi. Yəni həmişə olduğu kimi şişirdilmiş bir şeydir, hə? Bəli, indi 5-6 dənə Hammer müharibə və yazada yerdim. Taqizat bağışlamışdı. Yox, indi sağ olsunlar da, indi hədiyyələr verildi layiqincə. Əsas mənim hədiyyəm o idi ki, indiyənə qədər 2008-ci ildə mən çempionluqdan əlavə mən 2 qat sevinc bəxş oldu mənə. Həm də ki, bizim Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev mənim boynumdan medal asdı. O mənim üçün böyük bir, belə deyək də, sevinc idi. Elnur Məmmədli həm fəxrimizdir, çempionumuzdur, həm də minlərlə yeniyetməni cüdo sahəsinə motivasiya edən bir şəxs. Mənim 60 yaşım var. İndiyənə qədər xoşlayıram müəyyən maraqlı əşyalardır. Hətta telefonumda maraqlı keyslər olur və s. Hərdən mənə iradda tutulur. İndi bayaqdan baxıram ki, sizin saatınızda Mickey Mouse var. Bax, fikir verir. Bayaqdan çox xoşum gəldi. Çox qəşəng saatdır. Mickey Mouse demirlər ki, Olimpiya çempionu sənə, köküclüsən o nədən Mickey Mouse taxırsan. Burada bir-iki dənə versiyalar var. Burada tək Mickey Mouse olmur da. Mickey Mouse-u gizlətdilər, sayılmır. O saatın qiyməti neçədir? Pay veribləri var, mənim belə şeylərə. Bəlkə mən də almaq istəyirəm, bilmək istəyirəm ki, mənim imkanım çatar bu saatı, yoxsa yox. Heç nə xoşuna gəlmir mən danışam. Çatmır, niyə çatmır? Belə də baha deyil, səhv eləməmsə 100 manatdır, 100.000 manat. 100.000 manat? 100.000 manat. 100.000 manat deyil, axı da 100 manatdır. Mən 100 manat eşitdim. 100.000 idi. Gərək yaxşı baxardım. Heç baxdım ki, uzaqda oturmuşdum. Belə şayələr qalır. Artıq şayə, sabah hamı yazacaq ki, 100.000 manatlıq saatla gəlir. Şayələr ancaq belə yayılır. 5-ci element davam edirik dostlar və söhbətimizin belə şirin məqamında Ranarın əlində olanı istəyirəm ki, stola təqdim edək. Burada çox ağırdır. Bunu belə ki, buradan gizlədim. Yəni demək istəyirəm ki, bizim verilişimizin formatına uyğun olaraq imkan verin də. Dedim, indi veriliş dayanacaq. O qab var deyə, şüşə qab. Onu da ki, mənim başıma bir papaq kimi qoyacaq. Mən belə mədəni surətdə deyim bunu. Üzü bir dənə döndü, gözləri bir dənə ağardı, qaraldı. Belə əsmətres tutdu Ranarı, onda var elə şeylər. Nəm, ürəyim tutdu ki, ay Allah, mən niyə bu günlər onun yanında oturmuşam? Bizim verilişimizin formatına uyğun olaraq imkan verin də.
Bizim verilişin formatına uyğun olaraq bizim rayderimiz var, amma Elnur çox belə təvəzzükar insan idi deyəsən. Bir zoğal istədi, bir şaftalı, bir də kofe. Amma biz bundan kifayətlənmədik. Biz təbii ki, tapdıq onun yaxın adamlarını və soruşduq ki, o nəyi sevir. Dedilər ki, o bir sir saxlayıb, onu sizə söyləməyib. Çox, dəhşət dərəcədə çox şirniyyatlar sevir, desert sevir. Və onun üçün biz xüsusən Elnur üçün, bax bugün... Bunu qaldıraq da yavaş. Hə, qaldır. Yox, qalsın qoy. Qoy ora. Doğrudan. Gördülər artıq. Qaldıraq da. Ay, No, come on. Və hər şeyi bir cür planlaşdırırıq, danışırıq. Orada o başqa hər şeyi qatırlar bir-birinə də. Mən neyniyim? Mən bunlarla bacarmıram. Boğucu yorulmuşam, oturmuşam bir qıraqdan. Ortada oturanda birinə hu eləyirəm, birinə stolun altına hu eləyirəm, hu eləyirəm, idarə elə bilirəm. Bu dəfə qalmışdım belə, üçü də dönüb mən tərəfə belə, heç məni görmürlər, saymırlar. Qalmışam orada bilməm hücumla necə eləyir. Baxırdı, belə kameradan işarə verdim, gəlib o tərəfdən onlara çatdırsınlar dediyim şeyi. Üstündə də sənin firminni, işarən, Peçatı da. peçar. Mənə elə gəlir ki, Zuckerbergdən qabaq Elnur Məmmədli düşünüb bu əla işarəsini. Axşam vaxtı onlarda yevəsib yata bilirəm. Mən bilirəm ki, bayaq da vurğuladıq, hər kəs də bilir ki, Elnur Məmmədli Cüdo Federasiyasının vitse-prezidentidir və mənə maraqlıdır ki... Ümumiyyətlə, xanımlar gəlir bu idmana. Azdılar bilirəm, amma yəqin ki, var. Xanımlar olub. Bunlar hamısı judo idmançıları. Onlar gəlirlər idmançı olmağa, yoxsa belə deyək də, müəyyən elementləri öyrənirlər ki, sonra kimisə döysünlər. İndi onlar mənə elə fikrimcə idmançı olmalı istəyirlər ki, idmançı amma qalanı deyəmərəm döyməyə ya döyməyə. Və sizi öz-özdə olub ki, bax, elə əsəbləşdiriblər ki, sizi belə deyək də, peşəkarlığınızdan istifadə edib, onları nəyi var döymüsünüz, çıxmısınız? Qətiyyən. Biraz belə emosiya çatışmırdı. Amma ümumilikdən yaxşıydı. İdmançı adam da nə istəməli idi ondan? Dursun, oynasın, qışqırsın, eləsin. Olsaydı yaxşı olardı verilişimiz üçün. İndi ağır robotda vitse-prezident adamdır, neynəməli idi? Mən misal üçün niyə idmandan getdim? Çünki hiss edirdim ki, mən belə sakit insan deyirəm də, beynim çörəndə pis çönür. Başa düşdüm ki... Yaxşı kesin. Allah izə bax. Ona görə fikirləşdim ki, yox, mən gedim... Birdən silişim gücdə olarsa, basıb deyərsiniz, çatanı. Və mən təsəvvür edirəm də ki, elə olur hərdən. Bəs hər bir idmançı elə bil ki, potensial bir qatildir. Yəni ki, idmanda onun belə bir müəyyən, necə sizə deyim, sığorta bir proqramı varmı ki, yarışmada qatilə çevrilməsin? Hələ bir sığorta yoxdur. Yəni, bu idmandır. İdmanda o qədər olub ki, idmançılar bir-birini boğub, yatıb və olub ki, durmayıb ayılıb. Yəni ki, onda hər bir idmançı yarışmaya çıxanda bilir ki, bu onun, yəni ki, belə... Son yarışı ola bilər. İdmançı o demək deyir ki, getdi məşqələ deyir, çıxdı çempionatı. Amma yarışmada, yəni idmançı var gücünün 100%-nin 100%-ını da zərbə yetirəndə, yəni ki, onu istifadə edir, 100%-lığı, hə? Bəli, hər şey yoxdur, 50% skidka zat yoxdur. 50% vurub, 50% qalsın. Instagram səhifənizə baxdıqda bir çox ulduzlarla şəkilləriniz, yəni belə hardasa bir artistik tərəfləriniz də var. Yəni özünüzü çox gözəl təqdim etməyə bacarırsınız. Və yəqin ki, bunu rejissorlar da görür. Bu gün həm də eyni zamanda film inkişafı artıb Azərbaycanda. Düşünürəm ki, tələbat var və təkliflər gəlib yoxsa və gəlibsə sizin reaksiyanız? Var idi mən təkliflərim, reklam çarxları olsun, filmlər. Bizim filmlərdən, yox, Türkiyədə kimin, səhv eləmirəm, 2010-cu ildən Türkiyədə nəsə belə bir təklif gəldi mənə, kinoya çəkilməyinə bağlı, sadəcə başım idmana qarışmışdı. Niyə? Sizin kundurunuz axı Jackie Chan'da, amma Jackie Chan da elə filmləri ilə məşhur olub. Nə əcəb dəyərləndirmədi? Sizə heç maraqlı deyil. Onda güləşirdim, belə tərəf Amma yəni gələcəkdə bu təklif olsa yenə də siz bunu məmnuniyyətlə qəbul edərsiniz, mənə yox, çünki öz işlərim çoxdur, yəni də belə deyək də. Elnur, hər bir sahədə qalmaqallar olur. Elnur dedi, gəlmişəm, ay canım.
Mister Məmmədliyev, hər bir sahədə qalmaqallar olur. Və məsələn, müğənnilərin qalmaqalı ondan ibarətdir ki, efirdən bir-birinə söz atırlar. Həkimlərin qalmaqalı ondan ibarətdir ki, bir həkim digər həkimin pasiyentinə deyir ki, müalicəni sənə düz yazmayıblar, sənə düzgün diaqnoz qoymayıblar. Ofis işçilərinin qalmaqalı ondan ibarətdir ki, qalxırlar rəhbərliyin yanına, o bir işçinin səhvlərini açıqlayırlar. Saçdası deyir, bu nə saçdı kəsirlər? Yandırılır. İdmançılarda qalmaqallar necə olur? Bizdə qalmaqal deyəndə ki, təbii ki, hər bir işdə çoxluq varsa, orada həmişə qalmaqal olmalıdır. Çoxluq bir şey. Yəni idmançılarda qalmaqal savaş deməkdirmi? Yoxsa yox? Qalmaqal deyəndə ki, o bizdə bir dənə yaxşıdır ki, bizdə sağlam rəqabətdir. Əgərləri kiməsə bir sözü olursa, göndərir yolları yarışa, deyir yol qeydilir, şeydir. Elnurun cavabından bir dənə şey başa düşdüm ki, idmançıların arasında qalmaqal olanda onlar bunu nə efirdə söyləmir, nə rəhbərliyə şikayət eləmir, nə də ki, bu barədə hansısa sifarişli məqalələr buraxmır. Sadəcə onlar zəng eləyirlər ki, filan yerdə görüşək, orada bataraf gedir. Mən elə başa düşdüm. 4 dənə rəqib, siz oturmuşsunuz burada və burada sizinlə güləşirəm sərdən. Biraz sevgidən, biraz sevginizdən danışın. Xanımınızla necə oldu tanış oldunuz? Harda gördünüz? Necə sevdiniz? Mən həyat yoldaşımla, xanımımla biz Bodrumdaydıq, yəni biz Bodrumda tanış olmuşuq. Olimpiya oyunlarından 2009-cu ildə mən gələndə əməliyyat olmuşdum və əməliyyatdan sonra 8 ay belə də pastelində yataqdaydım. Və gördüm ki, canım sıxılır, istilər, hava isti, ayağımda gips var, ürəyim sıxılır və qardaşım, mən və 2-3 dənə dostlarımla səfər elədik Türkiyəyə, Bodruma. Bir-birimizi gördük, biraz sözün üzrünü deyim, orada nömrəsi mənə vermədi, elə. Sonra gələndən sonra mən biraz tez gəldim, sonra adam var idi, getdi, durdu aeroportda, çıxandan sonra getdi. Harası bir 6 ay, 7 ay mən belə də deyək. Yəni o hissləri yaşadınız, nə gözəl ki o hissləri yaşamışsınız və gəldiniz, tanış oldunuz və evlilik təklifi necə oldu? Gəl bu sualın cavabını reklamlardan sonra eşidək. Reklamlar bitdi, mən sizin sualın cavabını böyük məmnuniyyətlə gözləyirəm. Evlilik təklifi necə oldu? Evlilik təklifi təbii ki, bizdə hamı da necə məndə də elə valideynimə yaxınlaşdım. Bacıma dedim, birbaşa mamama deyəmədim, belə utandım. Utandınız. Təbii ki, mamam da ki, öz belə deyək də bacılarını, rəfiqələrini götürdülər və həmişə kimi də, adət-ənənə kimi də getdilər. Yox, qızın həsini necə aldınız? Yəni, bu adət-ənənələri bilirik. Bəs özünüz qızın həsini necə aldınız? O vaxt mənim xanımım təzə girmişdi instituta, Bakı Dövlətinin beynəlxalq hüquq, beynəlxalq münasibətlərə. Maşallah. Hələ getdim, durdu bu. Universitetin qabağında. Universitetin qabağında, əlimdə, ayağımda kastil. Baxım görüm ki, ayağım uzanıb qırıqdır, yazılı. Yazıqdır. Yazılı gəldi, ağrına nəvəsini aldım. İdmançı ilə bəs niyə evlənmədiniz? Təsəvvür edirsiniz necə idmançı ailəsi olardı, şən olardı. Demirəm, indi pisdir, ümumiyyətlə də. Qırardınız bir-birinizi, Mrs. and Mr. Smith kimi. O tərəfə düşünməmişəm, qismət. Mənim üçün belə ən özəl, incə anlardan biri idi. Həmin o etiraflar, doğrusu gözləmirdim. Amma cavabları bu qədər səmimi və sevgi dolu cavablandırması düşünürəm ki, hamımızı çox sevindirdi. Bax belə əziz dostlar, Elnur Məmmədlinin bugün idman tarixçəsini nəzərdən keçirdik və bir çoxları bildi ki, Olimpiya qızılını qazanmaq elə fantastik bir şey deyil. Sadəcə çoxlu çalışmaq, çoxlu işləmək və məşq eləmək sizi ona gətirib çıxara bilər. Amma yenə də özünüzdən soruşmaq istəyirik. Sizin 5-ci formulunuz nədir və hansı xüsusiyyətləriniz sizi idman zirvəsinə gətirib çıxardı? Hərdən deyirlər ki, idmançı da bu xəstələnməz də, elementar
İdmançı ən həssas bir bədəni olur da, idmançı tez xəstələnir. İradəsi güclü olmalıdır, çətinliyə dözməlidir. Və təbii ki, ən başdası şanslı olmalıdır idmançı. Yəni bu şans böyük bir rol oynayır. Mən idmançılar tanıyıram ki, çox güclü, nəhəng bir idmançıdan da şansı yoxdur. Mən hərdən Rüfət üçün çox narahat oluram ki, birdən onun üstünə hücum eləyərlər və o özünü qoruya bilməz. Onu elə soruşdum ki, zəng eləyə bilər. Yox, Ranar da mənim bir 15 illik dostumdur. Hərdən onunla, ümumiyyətlə mən sevdiyim insanlardan bir belə çox nigaran qalıram ki, evə necə çatdı, necə olacaq. Birdən qabaqlarını kəsərlər, uşaqları vurub eləyərlər. Bəlkə bir master-klass göstərəsiniz uşaqlara. Bir-iki dənə nəsə fənd ki, onunla da... Yadında deyil. Yox, mən şəkilimiz adında nəinki fənd göstərib, Elnur əməlli başlı məni hazırlayıb bu situasiyaları. Mən artıq hazıram. Onda sən göstər. Nəyi göstərir? Master-klass öyrətdiklərini görək nə öyrənmirsən. Onun içindəki idmanla məşğul olmaq lazımdır. Yəni bizim xahiş eləyirik bir dənə. Yəni bir dənə həm master-klass xahiş eləyirik. Çox xahiş eləyirik. Bir master-klass. Ranar meydana. Sən artıq bunu keçmisən bir dəfə meydana. Bir dəfə, yəni səndə bu hadisə baş verib həyatında. Çox xahiş edirəm. Dostum deyilsən? Mənə elə gəlir ki, Rüfət baxmayaraq ki, Ranardan boyca kiçikdir, yaşlıdır, Ranarı döyər. Ranar tutar, çırpar, öldürər, tənbih eləyər. Ay. Bu qızlar həmişə bütün qanun qaydanı pozurlar bu verişdə. Belə şey olar. Nə olursa olsun, bilin ki, mən özümü çox Elnur, deyəsən nəsə belə bir şeydir, hə? Oyda, sağ ol. Yox. Qaldır da. Bu tur burada oxşar. bunu buradan tut. Bunu buradan tuturum. Ver bir gətir bura. Buradan. Çal. Ayaqlarını ikisini də bir elə. İkisini də bir elə. Belə? Hə. Sonra da burada. Ranarla Rüfətin döyüşü maraqlı oldu, düzdür. Çox bir şey oxşadı. Döyüşdən başqa nə istəyirsə, rəqsə oxşadı. Əyil aşağı. Həmin O belə. Vurup çırpım yerə. Çırpım yerə Rüfat. Deyirəm ki, qələt eləmişəm. Belə yıxaram, prosta ki, desəm küsəcək axı. Yıxmaram. Qələt eləyərəm. Mən nə karayəm ki, Ranarı yıxım? O nə söhbətdir? Vur onu yerə Ranar. Yazıq. Hə? Çox sağ olun. Bəyəndiniz qızlar? Kamilə Hüsniyəni döyər. Çünki Kamilə daha belə, necəsə deyim, Kamilə daha belə güclüdür, daha belə, məncə, onun bədən quruluşu daha iridir. Amma Hüsniyə daha belə zəifdir. Bir dənə sadəcə məsələ var ki, burada bəlkə Kamilə həmin o öküz rolundadır. Amma o birisi matadorluq eləyib qalib gələ bilər. Hüsniyə belə deyir. Bu birisi elə haray nə var açıb tökür, o birisi belə sakit belə ilan olar. Bax Hüsniyə ondandır. Elə ilandır, belə gəlir masanın arxasında hop eləyir gedir, heç bilmirsən ki, nə vaxt səni çıxır. Elnur, mən sizə təşəkkürümü bildirmək istəyirəm. Xüsusi təşəkkür edirəm. Çünki siz hər verilişə gedən insan deyilsiniz. Hər dəvəti qəbul edən deyilsiniz. Yəni, burada zaman məsələsi də var və digər məsələlər də var. Onları sadalamayacağım. Ona görə təşəkkür edirik. Siz mənim, belə deyək də, əzizlərimsiniz. Mən sizin də oradan da hamınızı çox istəyirəm. Yəni, baxmayaraq ki, bizim sahələrimiz idmandır, sizdə bir başqadır. Amma ona baxmayaraq biz bir neçə tədbirlərdə həmişə görüşmüşük. Yəni, dəvətinizə görə çox sağ olun. Təbii ki, mən sizin dəvətinizi çox sevə-sevə qəbul elədim. Və biz bunu hiss elədik bu bir saat ərzində. Çox təşəkkür edirik bu səmimiyyətə, bu istiqanlığa görə. Çox sağ olun. Bununla verilişimiz hələ sona çatmır. Biz qonaq haqqında birazdan müzakirələr aparacağıq və indi gedək qonağı yola salaq. Hüsniyənin sizə sözü var deyəsən. Mənim sözüm isə bu verilişin ərsəyə gəlməsində bir çox insanların, şirkətlərin əziyyəti var, köməyi var. Onların əlbəttə ki, hər birinə ayrı-ayrılıqda təşəkkür etməkdir. Gəlin edək. İlk növbədə saç ustamız İkram Əliyev. Tanıyın. Komandanın bir üzvünə çevrilən stilist fərqli imici və kaprizli aparıcıların saç düzümlərinə görə cavabdehdir. Bəyənməsəz, məsələ bax bu insanı günahlandırın. Foto çəkdirməyi çox sevən aparıcılar bütün foto çəkilişlərini fashion blogger və fotoqraf Zaur Necəfbəyeva etibar edirlər. Şəkillərə baxın.
heç də yanılmırlar. Qonağımızın rayderinin yüksək səviyyədə yerinə yetirilməsində isə bizə yardımcı olan məhz Selhom mağazalar şəbəkəsi oldu. Bəli. Bu ünvan hər kəsə zövq yaşanmağı bacarır. Biz də bu yaşam tərzinə qoşuluruq. Hələ məndə. Yüksək əhvalımız isə 5-ci elementi güllərlə təmin edən Edelweiss güllər və hədiyyələr mağazasına həvalə olunur. Odur ki, əhvalımız yüksək, verilişimiz isə bir çiçək. 4 elementimizi qeyri-adi aksesuarlarla təchiz edən Hi, yəni kişi aksesuarları və Pink, qadın aksesuarları mağazalar şəbəkəsidir. Bizim kimi orijinallıq axtarışındasınızsa, deməli buralı əsl sizin yerinizdir. Dəstək verən hər bir ortağımıza əməkdaşlığa görə təşəkkür edirik. Eləcə də verilişə hazırlaşdığımız dönəmdə göstərilən köməyə görə bütün Bakını bir araya gətirən Park Bulvar alış-veriş mərkəzinə, dəbli və rahat geyimlər təqdim edən Katon mağazalar şəbəkəsinə, şipşirin dadlı Patara şirkətinə şirniyyatlara görə təşəkkürümüzü bildiririk. Və Hüsniyyənin bugünkü imicinə görə stilist Elnura, eləcə də informasiya dəstəkçilərimiz ATV.az, Day.az, Milli.az və Trend.az internet portallarına minnətdarlığımızı bildiririk. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Üfür. Siz özü belə qoymusunuz ki, üfürə bilir. Təbriklər. Happy birthday. Ay nihayət ilk yaz günü oldu. Əslində. Dünən sənin ad günün olub, səni ürəkdən təbrik edirik və arzuluyuruq ki, həmişə belə parlaq, həmişə belə şən əhval-ruhiyyədə və həmişə belə modna olasan. Çox sağ ol Rüfət. Amma bizim hədiyyəmiz də var sənə. Bax, bu sənin sevdiyin rəngdir, cücə rəngi. Instagramında həmişə cücə rəngi olur. Gah geyimində, gah telefonunda, gah falan. Bu sənin hədiyyəndir. Çox sağ ol. Amma sənə verməyəcəyindi bunu. Çünki bu elə belə hədiyyə deyil. Bu hədiyyə Santa Claus hədiyyəsidir. Bunun içindən hədiyyələr gəlir. Deməli belə, açırıq bunu. Açdıq sandığı, tökdük pambığı. Deməli, Hüsniyyə, bəzən biz danışanda sən əsəbləşirsən. Bu sənə taxarsan qulaqları var. Biz eşitmək istəməyəndə. Bu yaxşı, çox belə lazım yerinə düşdü. Biraz... Bu sənin telefonuna sevdiyin bir şey. Uyğun gələrsə. Kaseta. Kaseta. Sonra? Bəzən səni bezdiririk. Bizi görmək istəməyəndə bunu taxacaqsan. Amma bu nə qəşəngdir? O nə qəşəngdir? Zor deyirəm, o nə qəşəngdir? Ay da, yaraşır da buna hər şeydə. Aldaş. Bəzən sözünə baxmayanda, bizi döymək istəyəndə bu sənə kəmər döyərsən. Hə, elə şey. Görmən söz sizə qulaq asmayan oldu. Elnur Məmmədliyə zəng eləmək lazım deyil. Bunu götürürsən və işə keçirsən. Bəzən deyirsən ki, kondisionerlər çox bərk işləyir. Bunu da sənə üstüvə örtərsən soyuq olanda. Hə, kondisioner bilirsiniz, mən işləyəndə bağlanır bəzi şeylər, ona görə. Bəsdir də. Bayaq nə deyirdin Elnur Məmmədliyə? Bilmirəm, o qədər. Deyirdin ki, ay saatında Mickey Mouse olsaydı, nə bilim nə? Ürəyini oxudu. Onda da Mickey Mouse var. Bilmirəm, bunda nə var, amma həmin sistemlə işləyir bu saat. Və belə bastırsan. Cool. Tamam, buyur, ufak. Özün uzadırsan bayaqdan I like it, move it, move it. Cücə bacı. Bu da sənin bu imicini tamamlamaq üçün Aksesuar. Əjdahasız uşaqlar, əjdaha. bu Pink və Hi mağaza şəbəkələrindən sənə hədiyyə idi. Bunu da ki, sonra yığarsan içinə, qocalanda yadigar qalar bizdən sənə. Çox sağ olun. Çox sağ olun uşaqlar. Təbriklər. Sağ olun. İlk yan günümüz oldu nəhayət. Heç gözləmirdim. Verilişin ən maraqlı məqamı məni təbrik etmələri oldu. Ən xoşuma gələn məqam o oldu. Sonra
Deyəsən təkcə elə oldu. Siz arası gedəndə mən yenə də həmişəki kimi əsəbləşdim ki, mən gözləyirəm, burada öz də acından ölürəm. Amma Happy Birthday gələndə bütün hirsim keçdi və mən sizi yenə də çox istədim. Çox sağ ol. Az olur, belə şeylər az olur. Ona görə belə. Thank you. Thank you too, darling. Verilişimiz necə oldu uşaqlar? Hə, keçək indi verilişimizə. İnsanlar bizi ciddi qəbul eləsin deyə məncə papaqları çıxaraq, çünki ciddi söhbət başlayır hazır. Aha, davayçı. Papağımızı qoyaq qabağımıza, fikirləşək indi. Prosta onun üstündə niyə 50 yaş yazılıb? Hələ 50-yə var axı məndə. Aydın məsələdir. Biz elə bildik, sən 50 yaşın olur üstündə. Paçdi. 49. Sizcə Elnur Məmmədlinin 5-ci elementi nə idi uşaqlar? Mənə elə gəlir ki, yumor hissinin olmağı. Həm də. Həm də. Mənə elə gəlir ki, Elnur Məmmədlinin 5-ci elementi onun çalışqanlığı olub, məncə. Bəlkə onun dediyinə görə şansı olub, bilmirəm. Çünki o özü də dedi ki, çalışqanlıq həmişə kifayət eləmir. Adamın gərək bəxti, şansı olsun. Mənə baxırsan. Bəli, Rənar, sən nə düşünürsən? Məncə Elnur Məmmədlinin hər şeyi qoysaq qırağa, bayaq da o sözü dedim, onda qəribə bir şarm var. Məhz o şarmdadır. Yəni, onun 5-ci elementi onun şarmıdır. Bəs səbəbkar, yoxsa bu gün istirahət götürüb danışmaq istəmirsən? Yox, onun mənə elə gəlir Elnur Məmmədlinin 5-ci elementi onun gülüşüdür. Təbəssümü? Təbəssümü. Bugünlük bu qədər əziz dostlar ondan. Ondan. Biz də gedək tortumuzu yeyək, yox mu? Çünki Gedək, bizim yəni, bayram və adını hava qeyd edin. ruhiyyəmiz var. Biz də gedək. Sağ olun! Gedək tortu kəsək, uşaqlar daşdıq, gecdi. Ətlə deyil. Çox super idi. Doğrudan da belə bir mən çox verilişlərə dəvət alınaram, ancaq çoxsuna getmirəm. Çünki əvvəldə həmişə eyni sualları verirdilər. Yəni əzbər verirdim də verilişləri. Amma bu veriliş doğrudan da çox gözəl verilişdir. Aparıcıları çox gözəl tanınmış simalardır. Yəni bundan belə deyək də bu verilişi ortaya çıxardan. Yəni burada bu verilişdə kim əziyyət çəkibsə, kimin nə belə deyək, kimin nə əziyyəti varsa doğrudan da superdir.